Hər vaxtınız xeyir olsun. Fiqura ədə əlaqələri mövzusunun və testlərin izahına baxırıq. Fiqura ədə əlaqələri bir növ qeyri-aşkar operatorlar mövzusunun davamı ardı olaraq qiymətləndirilir. Necə ki, biz qeyri-aşkar operatorlarda operatorun sol və sağ tərəfində verilən ədədlərdən bərabərliyin sağ tərəfində dayanan ədədi almağa çalışırdıq və bunun üçün ədədlər üzərində müəyyən əməliyyatlar yerinə yetirirdik. Eynilə fiqura ədə əlaqələrində də bu tipdədir. Fiqurların daxilində müəyyən ədədlər verilir. Biz də həmin ədədlər arasındakı qanunauyğunluğu təyin edib, sual tələb olunan yerə həmin qaydanı tətbiq etməli və sualı cavablandırmalıyıq. Fiqura ədə əlaqələrində hansı tip suallar qarşımıza çıxa bilər? Onları qeyd edəcəyik. Konkret sual nümunələri üzərində göstərə bilərik. Onu qeyd edim ki, necə ki biz qeyri-aşkar operatorlarda ədədlər üzərində müxtəlif əməliyyatları yerinə yetiririk. Burada da elədir. Sadəcə olaraq həmin ədədlər fiqurlar üzərinə köçürülüb və fiqurların daxilində müəyyən ədədlər verilib. Biz də həmin ədədlərdən müəyyən bir qanunauyğunluq tapmalıyıq. Deməli, konkret sual nümunələri üzərində başlayaq. Məsələn, baxaq birinci suala. Birinci sualda 9, 20 və 6 ədədləri verilib. Hansı ki, burada 9 və 6 eyni fiqurun daxilindədir. Onu qeyd edim ki, eyni fiqur daxilində olan ədədlər üzərində bir əməliyyat aparmalıyıq. Məsələn, ortada fərqləndirilən hissə burada 20-dir, burada 32-dir. Sonra burada isə sualdır. Bəs biz o ortadakı ədədləri 20-ni 9 və 6-dan necə ala bilərik? Düşünürük ki, 9-u 6-ya vuranda 54 edər. 54-ün rəqəmləri hasili də olar 20. Bunu birinci üçün aldıq. İkinci üçün də yoxlamaq lazımdır. 6-nı 8-ə vurduq 48. 4 və 8-in rəqəm hasili bizə verir 32. Aha, deməli tapdığımız qayda düzgündür. 7-ni 5-ə vururuq 35. 35-in də rəqəm hasili bizə lazımdır. 3 və 5-in hasili edir 15. Doğru cavab olur A variantı 15. 4 tipli sual nümunələrində bəs biz suala necə yanaşmalıyıq? Burada fərqləndirilən hissə görürük ki, dairənin içərisində verilən hissələrdir. Bəs biz yuxarıda verilən 7, 3, 2, 4 ədədlərinə necə baxa bilərik? Bu ədədlərə adi 73 və 24 ədəd formasında baxa bilərik və yaxud da ki, bu ədədlərə baxa bilərik 72 və 34 formasında. Bu ədədlərə ayrı-ayrılıqda rəqəmlər kimi baxıb 7-ni 3-ə vurarıq, 2-ni 4-ə vurarıq, toplayarıq, sonra çıxarıq və yaxud da ki, çarpaz vurmaq olar. 7-ni 4-ə vurar, 3-ü 2-yə vurar, çarpaz formada toplayıb çıxa bilər və s. Yəni, müxtəlif cür yanaşmalar mümkündür. İndi baxıram ki, mən 49 ədədini 7, 3, 2, 4 ədədindən necə ala bilərəm? Buradakı 7, 3 ədədinə 73 kimi, aşağıdakı 2 və 4 ədədlərinə isə 24 kimi baxsaq, cavabı 49 və bunların fərqi bizə 49 vermiş olar. Digərlər üçün də yoxlasaq, 41-dən 15 çıxsaq, həqiqətən də bu bizə 26 verər. Və suala tətbiq edirəm, 57-dən də 21 çıxmalıyam və bizə cavabı verir 36. Deməli, sualın yerinə olmalıdır. Nə? 36, 6. Sualın yerinə olmalıdır 6. Doğru cavab olur Y variantı. Məsələn, 9 tipli sualda nə etməliyik? Baxıram ki, üçbucağın daxilində müəyyən ədədlər verilib və daha sonra böyük bir dairə, onun içərisində isə ədəd verilib. Dairənin içərisində yazılan ədədə baxıram ki, o kənarda verilən ədədlərdən böyükdür. Bu deməkdir ki, həm də fərqləndirilib 42. Fərqli bir fiqurun daxilində verilməklə o fərqləndirildiyini göstərir. Deməli, 42-ni mən 6, 7 və 2 ədədlərindən almağa çalışmalıyam. Düşünürəm ki, 6-nı 7-yə vuranda 42 edir. Bəs bu 2 burada nəyə var? Deməli, biz nə etməliyik? 6-nı 7-yə vurarıq 2-yə və bu dairənin ətrafında olan ədədləri bir-birinə vurub 2-yə bölərik. Bu bizə həqiqətən də 42 verir. İkinci üçün də yoxlasaq, 3 vur 8 vur 5 böl 2. Bu da bizə verər 60. Deməli, ödəndi. Sualı tapmaq üçün nə etməliyəm? Dairənin ətrafında olan 4, 8 və 7 ədədlərini bir-birinə vurub 2-yə bölməliyəm. Bu da bizə cavab olaraq 112-ni vermiş olur. Doğru cavab olur 112-də B variantı. Daha sonra hansı tip suallara baxaq? Məsələn, 12 tip suallarda nə edirik?
Bu tip suallarda fərqləndirilən hissə görürəm ki, yuxarıda verilən hissələrdir. Aşağıda verilən hissə isə müxtəlif qollara bölünüb. Burada suala necə baxmaq olar? Hamısını ayrı-ayrı toplamaq. 4, 2, 8, 6. Hər birini toplaya bilərik. Bu ədədlərə 42 və 86 formasında baxa bilərik. Və yaxud da ki, 4-ü 2-yə vurub 8-i 6-ya vurub toplaya bilərik. Bu formada, yəni müxtəlif cür suala yanaşmaq olar. İlk öncə toplamanı biz yoxlamalıyıq. 4, 2, 8 və 16 ədədlərini topladıqda cavab edir 20. 20-dən 5-i almaq üçün onu 4-ə bölməliyəm. Daha sonra digər üçün toplayıram 13, 20 və 28. 28-dən 7-ni almaq üçün 4-ə bölməliyəm. Həqiqətən də bu qayda ödənir. 2 nümunə üçün də. Onda suala tətbiq edərik. Sual tapmaq üçün nə etməliyəm? Bütün qollardakı ədədləri toplamalı və nəticəni 4-ə bölməliyəm. Toplasaq 10, 14, 16 və 4 ədədlərini toplasaq bu bizə verər 44. 44-ü də 4-ə bölmüş olsaq cavabı 11 almış olarıq. Doğru cavab olur A variantı. Daha sonra hansı tip suallar qarşımıza çıxa bilər? 17 tipli suallarda nə edirik? Bəs burada 7, 4, 8, 6 ədədlərinə 74, 86 formasında, 78, 46 formasında baxmaq olar. Daha sonra 7-ni 4-ə vurar, 8-i 6-ya vurar. Başqa bir alternativ yol olaraq deyə bilərik ki, 7-ni 6-ya vurur qarşılıqlı, 8-i 4-ə vurur və bunları toplayar çıxar. Buradan görmək olur ki, 7-ni 6-ya vursaq 42, 8-i 4-ə vursaq 32. 42-dən də 32 çıxsaq cavabı 10 almış olaraq. Daha sonra 9-u 7-yə vursaq 63, 5-i də 8-ə vursaq 40. Bu da cavab bizə verər 23. İndi tapdığımız qaydanı suala tətbiq edirik. Deməli, nə etdik? Biz çarpaz formada bir-birlərinə vurub çıxdıq. Sualın yerinə x desəm, 8x minus 5 vur 7, yəni 35. Cavabı bizə verir 13. Buradan 8x-in 48-ə, x-in də 6-ya bərabər olduğunu alırıq. Bizdən də sualın yeri tələb olunurdu. Sual tapdıq ki, 6. Daha sonra hansı sual nümunələri ola bilər? 20 tipli suallarda nə edirik? Yenə də baxıram ki, kvadrat daxilində 5 və 7 ədədləri verilib, üçbucağın daxilində 2 və 2 ədədləri verilib. Burada nə edə bilərik? Ədədlərə aşağıda verilən 2 ədədlərinə 22 formasında baxmaq olar. 5 və 7 ədədlərindən 22 alırıq. Bu bir növ qeyd etdik qeyri-aşkar operatorların fiqurlar üzərində köçürülməsidir. Sanki bu bizə qeyri-aşkar operatorlarda bu formada qarşımıza çıxırdı. 5, 7-dən alırıq 22, 8 və 2-dən alırıq 26, daha sonra 4 və 7-dən isə 10 neçəsə alırıq. Deməli, nə edir burada? Fikirləşirik ki, qeyri-aşkar operatorlar kimi baxsaq. Birincini 3-ə vursa, 15 üzərinə 7 gəlsə 21, 8-i 3-ə vursa 24, üzərinə 2 gəlsə 26. Deməli, nə edir? Yuxarıdakını 3-ə vurur, aşağıdakının da olduğu kimi üzərinə gəlir. İndi nə etməliyik? 4-ü 3-ə vurmalıyıq, üzərinə də 7 gəlməliyik. 4-ü 3-ə vurub üzərinə 7 gələndə cavabı 19 almış oluruq. Burada sualın yerinə 9 yazmalı idik. Daha sonra baxa bilərik növbəti 22-ci suala. 22-ci sualda baxıram ki, üçbucağın kənar hissələrində verilən 6 və 4 ədədləri kifayət qədər kiçik ədədlər, daxildə verilən 14 və 38 ədədləri isə böyük ədədlərdir. Onda belə düşünmək olar ki, kiçik ədədlərdən böyük ədədləri almağa çalışmalıyıq. Onda əgər biz 6 və 4-ü kvadrata yüksəltsək, 6-nın kvadratı və 4-ün kvadratı cavab bizə 52-ni verir. Və düşünürəm ki, 14 və 38-i toplayanda da cavab 52 alınır. Deməli, qayda nədən ibarətdir? Kiçik ədədlərin kvadratları cəmi bizə daxildə olan böyük ədədlərin cəmini verir. 60 və 20-nin cəmi həqiqətən də 80 verir. İndi suala tətbiq edəndə 6-nın kvadratı üzərinə 5-in kvadratı bərabərdir. Sual plus 15 almış oluruq. Sual da tapmaq üçün 61-dən 15 çıxırıq və cavabı 36, daha doğrusu 46 formasında almış oluruq. Doğru cavab olur 46. Daha sonra nə ola bilər? Baxırıq ki, 24-cü sualda
Burada 7, daxildə 15 və aşağıda kifayət qədər böyük ədədlər verilib. Hər birini də elədi. Aşağını toplasaq 21 və 43-ü cavabı 64 almış olarıq. Fikirləşirik ki, 64 8-in kvadratıdır. 8-i bəs necə ala bilərik? 15-dən 7 çıxmaqla. 15-dən 7 çıxıb kvadrata yüksəltsək, aşağının cəmini alarıq. 17 ilə 19-un cəmi bizə 36 verir. 11 ilə 5-in fərqi də bizə 6 verir. Və 6-nın kvadratı nəticə 36 olur. 33 və 16-nı toplayanda 49 edir. İndi buradakı x ədədindən 9-u çıxıb kvadrata yüksəldəndə nəticəni 49 alırıq. Onda x çox 9 7-yə bərabər olur. Buradan da x-in 16-ya bərabər olduğunu almış oluruq. Cavab olur 16. Burada fərqli tip sual nümunələrindən var idi. Məsələn, 29 sualda 75-i biz 2, 3 və 4 ədədlərindən almalıyıq. Baxırıq ki, bunlar kiçik ədədlərdir və 75 böyük ədəddir. Onda burada harasa kvadrat və kub olması bizim ağlımıza gəlməlidir ilk öncə. Kub kvadrat yoxlamalıyıq. İlk öncə kub kvadrat yoxlasaq 7-nin kubu və yaxud da ki, kvadratı deyə bilmirik. Çünki kvadratı və kubu 7-nin kubu kifayət qədər böyük bir ədəddir və ortada yazılan ədəd 70-dir. Ona görə də deyə bilərik ki, 3-cü dayanın kubu aşağıdakının kvadratı və ən soldakının üzərində 1, 2, 9 və 64. Cəm bizə verir 75-i. 7, 6-nın kvadratı və 3-ün kubu 27, 36 və 7 həqiqətən də cəm bizə verir 70-i. İndi suala tətbiq edirəm. 3-ün kubu 7-nin kvadratı və 3 üstü 1. 125, 49 və 3. Bunların cəmi isə bizə 177-ni vermiş olur. Doğru cavab olur 177 B variantı. Bəs bu tip 36 tipli suallarda nə edirik? Bu tip suallarda əgər fərqləndirilən heç bir fiqur yoxdursa, yəni fiqurlar hamısı eyni formada verilibsə, onda onların daxilində verilən ədədləri toplamaq lazımdır. Onların topladığımızda bizə müəyyən bir ardıcıllıq vermiş olacaqdır. Daxildə yazılan ədədləri toplayaq. Birincinin ədədlərini topladıqda cavabı almış oluruq 23. İkincinin ədədlərinin hər birini toplasaq, almış olaraq 25. Üçüncüdə sual var, bilmirik və dördüncüyə baxsaq, ədədlərinin cəmi bizə verir 29. Baxırıq ki, 23, 25 və 29. Burada da yazılan ədəd deməli nə olmalıdır? 27 ki, hansı ki, onlar bizə ardıcıl tək ədədlər vermiş olsun. 23, 25, 27 və 29. O zaman bu fiqurun daxilində olan ədədlərin cəmi bizə 27 verməlidir. Toplayırıq 7, 9, 6, 4 və sualın da yerinə 1 olmuş olur ki, onların cəmi 27 etsin. Daha sonra baxa bilərik hansı suala? 42-ci suala. 42-ci sualda baxırıq ki, 17 və 4 ədədlərindən sual, 5 və 14 ədədlərindən 7, 13 və 7 ədədlərindən 91 alır. Mən 5 və 14 görəndə və onları birləşdirən 7-sə belə bir şey düşünə bilərəm. 5-i 14-ə vurar, nəticə edər 70. 70-in də rəqəmlərini cəmləyər, olar 7. Digərinə də tətbiq edirəm. 13-ü 7-yə vurarıq, nəticə edər 91. 91-in də rəqəmlərini cəmləyər, cavab olar 10. Həqiqətən də ödənir. İndi suala tətbiq edirik. 17-ni 4-ə vururuq, cavab edir 68. Daha sonra da nə etməliyik? 6 və 8-i cəmləmək lazımdır. Onları da cəmləyəndə nəticəni 14 almış oluruq. Doğru cavab olur 14 C variantı. Daha sonra burada baxa bilərik 47-ci suala. 47-ci sualda baxırıq ki, 4, 43, 8, 3 və 12 ədədləri, 4, 3 və 4 ədədləri, 8, 6, 1 ədədləri verilib. Ortadakı ədədlər isə kifayət qədər böyük ədədlərdir.
Deməli, qeyd edək ki, bu tip suallarda nə etmək lazımdır? Kənarda verilən ədədlərdən daxildə verilən ədəd, baxın, fərqləndirilən daxildəkidir. Bu fərqləndirilən ədədi almağa çalışmaq lazımdır. Biz burada verilən rəqəmlərə bir ədəd kimi 86 formasında, 43 formasında, 83 formasında baxa bilərik. 8-i 3-ə vurarıq, 24, 10 üzərinə 12 gələ bilərik, çıxa bilərik və s. Müxtəlif versiyalar düşünmək olar. Bəs bu sualda qayda nədən ibarətdir? Ortadakı 85 və yuxarıda 8, 6 ədədlərinin aşağıda 1 yazılması bizə göstərir ki, 86-ya bir ədəd kimi baxır, buradan 1 çıxır, nəticəni 85 alır və ortaya yazır. Digər üçün də yoxlasaq, 43-dən 4-ü çıxır, nəticə 39 edir, yazır daxili. Sualı tapmaq üçün 8 və 3 ədədlərinə 83 kimi baxırıq və buradan 12 çıxırıq, cavabı 71 almış oluruq. Doğru cavab olur 71 B variantı. Daha sonra hansı sual nümunələrinə baxa bilərik? Baxa bilərik 52-ci suala. 52-ci sualda qayda nədən ibarətdir? Qayda ondan ibarətdir ki, baxıram ki, 4 və 2 ədədləri kənarda verilib, ortada isə nə alıb? 8 alıb, 6, 4 ədədləri verilib və ki, ortaya yazılıb 9, 9 və 9 ədədləri verilib, ortada 9 yazılıb. Bu deməkdir ki, ortada yazılan ədəd fərqləndirilən ədəddir. Bu ədədlərin, yəni eyni fiqur daxilində verilən 4 və 2 ədədlərindən biz 8-i almağa çalışmalıyıq. Bu da nə edir? Baxırıq ki, 8 və 2 ədədlərini bir-birinə vuranda 16 edir. Və yaxud da ki, birinci ədədin kvadratını, yəni birincinin kvadratı etmiş olur. 4-ün kvadratını bölür 2-yə, nəticəni alır 8, yazır ortaya. 6-nın kvadratını bölür 4-ə, nəticə edir 9, yazır ortaya. Daha sonra 9-un kvadratını bölür bu kənardakı 9-a, nəticə edir 9, yazır ortaya. Sualda da 8-in kvadratını bölməlidir 4-ə, nəticə etməlidir 16, o 16-nı da yazmalıdır ortaya. Doğru cavab olur C variantı 16. Daha sonra, bu da çox sadə bir sualdır. Ortadakı ədədlərə baxırıq ki, onlar kub ədədlərdir. 64 4-ün kubudur. 8-dən 4 çıxır, kuba yüksəldir. 9-dan 4 çıxır 5, kuba yüksəldir 125. 6-dan 4 çıxır 2, kuba yüksəldir 8 və sualdan da x-dən də 2 çıxıb kuba yüksəldəndə 27 almalıdır. 27 3-ün kubudur. Deməli, sualın da yerində olmalıdır 5. Hansı ki, bu 5-dən 2-ni çıxsaq cavab edər 3. 3-ün də kubu bizə verər 27. Deməli, sualın yerinə olmalıdır 5Y variantı. Daha sonra burada müxtəlif tipdə hansı suallar qarşımıza çıxa bilər? Bu fiqurların daxilində verilən ədədlərə baxa bilərik. Burada ədədlərə normal qarşı-qarşıya çarpaz formada baxmaq olar. Məsələn, mən buradan görürəm ki, 6 və 9 ədədlərinə bir baxsam, onları bir-birinə vursam 54 edər. 2 ilə 27-ni bir-birinə vursam 54 edər. Deməli, çarpaz formada baxır və bir-birinə vurur. 8-i 8-ə vursaq 64, 16-nı 4-ə vursaq 64. İndi suala tətbiq edəndə 8-i 6-ya vurur 48 və sualı da 3-ə vurur. Nəticə edir 48. 6 vur 8 bərabərdir 3 vur sual. Buradan da sualın 16-ya bərabər olduğunu almış oluruq. 62-63 tipli suallarda sən nə etmək lazımdır? Burada bizə bir çevrə verilir və o 4 hissəyə bölünür. Buradan isə nəticədə onun sağ tərəfində oxla göstərilən bir fiqur alınmış olur. Daxildəki ədədlərə, eyni mövqedəki ədədlərə baxırıq. 23-ün mövqesində bu səfər 13 dayanır. 43 ədədinin mövqeyində 25 dayanır. 43 və 25 ədədlərini görəndə tez kvadratlar cəmi düşünə bilirik. Digərlər üçün də yoxlayaq. 2-nin kvadratının üzərinə 3-ün kvadratını gələndə nəticə edir 13. Gətirib yazıb bura. 4-ün kvadratının üzərinə 3-ün kvadratını gələndə nəticə 25 edir. Gətirib yazıb bura. 7-nin kvadratının üzərinə 3-ün kvadratını gələndə nəticə 58 edir. Yazıb 3-cü yerə və 3-ün kvadratının üzərinə
5'in kvadratına gələndə nəticə 34 edir. Onu da gətirib bunun daxilinə yazım. İndi tapdığımız qaydanı, yəni kvadratlar cəm qaydasını sola tətbiq edirəm. Birinci yerdə olmalıdır 2'nin kvadratı və 4'ün kvadratı. Bu edir 20. Olmaz 8, 6 və 12. B və Y variantları ola bilər. Və daha sonra baxıram 39'a. 3'ün kvadratı və 9'un kvadratı. 81 və 9 bizə nəticəni verər 90. Burada isə yazıb 81 B variantı olmaz. Y variantı tamamilə doğrudur. 3'ün kvadratı 1'in kvadratı nəticə bizə 10 verir. 5'in kvadratı 2'nin kvadratı nəticə bizə verir 29. Daha sonra bu tip suallarda fərqli tip suallardan hansı nümunə göstərə bilərik? Məsələn 68'i. 68-ci sualda yuxarıda 15 ədədini verib, daxildə 93 ədədini verib, aşağıda isə 4 və 6. Aşağıda verilən ədəd kiçik ədədlər olduğundan onları bir-birinə vura bilərik. 4'ü 6'ya vursaq 24 edər. 24'ün üzərinə 15 gəlsək, nə edər cavab? 39. Ancaq bunun içərisində 93 yazılıb, tərsindən verilib. Digərləri üçün də yoxlasaq, 19'un üzərinə 3 vur 8. 24 gəlir, cavab edir 43. Götürüb tərsindən yazıb 34. Və üçüncü nümunədə də eyni şəkildədir. Dördüncüdə 16'nın üzərinə gəlməlidir. 3 vur 7, yəni 21'i nəticə etməlidir 37. İndi bunu da tərsdən yazmaq lazımdır. 37'nin də tərsi bizə verir 73. Doğru cavab olur 73 C variantı. Baxa bilərik, məsələn, bu tipli suallara 71, 74 tipli, 70, 71, 72, 72 fərqlidir, 73 və 74 tipli suallarda nə etmək lazımdır? Bu tip suallarda qayda ola bilər ki, sadə qrəb istiqamətində ədədlər artsın, müəyyən dəfə qədər, müəyyən vahid qədər, özləri bir ardıcıllıq, yəni sanki bir növ ardıcıllıq formasında baxa bilirik. Bunun içərisində ədədlər yerləşir. O yerləşən ədədlər müəyyən bir ardıcıllıq əmələ gətirir. Daha sonra burada ədədlərə qarşı-qarşıya baxmaq olar. Ədədlərə ardıcıl formada baxıb rəqəm cəmi, rəqəm hasilinə də baxmaq olar. Burada qayda nədən ibarətdir? 8 və 2'nin cəmi 10, 6 və 5'də 11, 4 və 8'də 12, 13, 14, 15, 16 və növbəti olmalıdır ya 17 ya da 9 olmalıdır. Rəqəm cəmi ya 17 olsun ya da rəqəm cəmi olsun 9. 17 olması üçün ya 89 ya da 98 ola bilər. Oradakı variantlarda yoxdur. Yəni o zaman deyirik ki, rəqəm cəmi 9 olan istənilən bir ədəd. Bu da edə bilər 72. Daha sonra 50, 75. 75 tipli suallar da bəs qaydadan ibarətdir. Dedik ki, burada fərqlənən fiqur olmadıqda, əgər fərqlənən fiqur yoxdursa, onda bunların hamısını cəmləyib aralarındakı artımları qeyd etmək lazımdır. Birincini cəmləsək 23, ikincisi bizə verir 25, üçüncüsü verir 29, dördüncüsü verir 37 və sonucunu artıq bilmirik. Baxırıq ki, 23'dən 25'ə 2 artır. 25'dən 29'a 4 artır. 29'dan 37'yə 8 artır. Bəs növbəti neçə artmalıdır? 2 artdı, 4 artdı, 8 artdı, 2 dəfə qədər artır. Və növbəti də 16 artıb neçə olmalıdır? 53. Buradakilərin rəqəm cəmi bizə 53 verməlidir. Buradan da 14 C-nin qiyməti, yəni sualın qiyməti olmalıdır 14. Çünki 11, 9 topladıq 20, 20, 19, 20, 19, 39, 53 olması üçün 14 çatışmır. Daha sonra baxa bilərik fərqli sual nümunəsi olaraq 78 tipli suallara. 78 suallara 12, 41, 26, 15 bu formada baxanda heç bir qanuna uyğunluq görmürəm. Çünki ədədlər gah artır, gah da azalır. O zaman nə etmək lazımdır? Qarşı-qarşıya. 12 və 6 ədədlərindən 41 və 10 ədədlərini, 26 və sual ədədlərini, 15 ilə 12'ni bir-birindən necə almaq olar? 1 və 2'ni toplayır 3, vurur 2'yə. 4 və 1'i toplayır, vurur 2'yə.
2 ilə 6-nı toplayır. 8 vurur 2-yə. Sonra 1 ilə 5-i toplayır. 6 vurur 2-yə 12. İndi nə olmalıdır? 2 ilə 6-nı toplayır. 8 vurmalıdır 2-yə 16. Sualda da deməli nə olmalıdır? 16 olmalıdır. Daha sonra hansı tip suallara baxa bilərik? 82 tipli sualda bəs qaydadan ibarətdir. Burada fərqləndirilən hissə 19-dur. Biz 24, 32 və 15 ədədlərindən 19-u almağa çalışmalıyıq. Bu bir qədər qəribə yəni üsuldur. Hansı ki, burada biz ədədlərə ayrı-ayrı rəqəmlər formasında baxa bilərik. Onların cəminə, daha sonra normal bir ədəd kimi baxıb toplayıb nəyəsə vurmaq olar, nəyəsə bölmək olar və s. Bu isə qayda nədən ibarətdir? 2-ni 4-ə vurur, 3-ü 2-yə vurur, 1-i isə 5-ə vurur. 8, 6, 14, 5, 19. Bunların cəmi bizə verir 19. Daha sonra 3-ü 1-ə vurur, 3, 2-ni 3-ə vurur, 6, 4-ü 2-yə vurur, 8. Cavab bizə verir 17. Həqiqətən də 17 al. Üçüncüsünə baxıram. 7-ni 2-yə vurur, 1-i 9-a vurur və 2-ni də 5-ə vurur. 14 və 10, 24, 24, 9, 33. Həqiqətən də üçüncüdə də ödənir. İndi suala tətbiq edirəm. 9-u vururam 1-ə 9, 3-ü 7-yə vururam 21 və 4-ü də 3-ə vururam 12. 30 plus 12 nəticə bizə verər 42. Doğru cavab olur 42. Deməli nə etdi? Verilən bütün ədədlərin rəqəmləri hasilini topladı. Daha sonra baxa bilərik hansı suala? 86-cı suala. 8, 14 və 7 ədədlərindən 42, 9, 8, 6-dan sual, 5, 12 və 12-dən isə 48 alıb. Düşünürük ki, 42 və 7-ni topladıqda edir neçə? Daha doğrusu 42 və 14-ü topladıqda edir 56. 8-i 7-yə vursaq nəticə olar 56. 9-u 6-ya vurur 54. 9-u 6-ya vuranda cavab oldu 54. Buradan da sonra nə edir? 8-i çıxır. 54-dən də 8-i çıxanda cavabı 46 almış oluruq. Doğru cavab olur 46. Çünki burada tətbiq etsək 12-ni 5-ə vursaq 60, buradan da 12 çıxsa 48 almış oluruq. Həqiqətən də hər biri üçün ödənir. Suala da tətbiq edib 54 çıx 8-in 46 olmuş olduğunu aldıq. Daha sonra 89 tipli sualda nə edirik? Baxıram ki, daxildə verilən ədəd fərqləndirilib. 11, 6, 13, 8, 7 və 5 ədədlərini toplayırıq. Nəticə bizə verir 50. 2-yə bölsək cavabı alırıq 25. Deməli, kənarda verilənlərin hamısını toplayıb 2-yə bölüb daxilə yazır. Yenə bunları da toplayıram. Cavab edir 36. 2-yə bölürəm, alıram 18. İndi sonda toplayırıq. 18, 12, 9, 5, 6 və x ədədlərini toplayıb 2-yə böləndə cavabı 26 alırıq. Yuxarını toplayanda 30, 14, 44, 44, 6, 50. 50 və x-in cəminin 52-yə bərabər olduğunu alırıq. Buradan da sualın yerinə 2 tapmış oluruq. Fiqur ədəd əlaqələri bu qədər. Fərqli tipdə bütün sual nümunələrinə baxdıq. Fiqur ədəd əlaqələrində qeyd etdiyimiz kimi verilən ədədlər üzərində işləyib cavabı tapmağa çalışmalıyıq. Və son olaraq da 88-ə baxaq. 3, 5 və 8 ədədlərindən 12-ni alır. 4, 7 və 5 ədədlərindən 14-ü alır. Əgər buradakı kənarda olan verilən ədədlər hamısını bir-birinə vursaq, cavab edər 120. Ona bölsəm, cavabı alarıq 12. Kənardakıları vursaq, cavabı alarıq 140. Və 140-ı da ona bölsək, almış olarıq 14. İndi nə etməliyik? 2, 9 və 10 ədədlərini bir-birinə vurub ona bölməliyik. Nəticə olur 18. Doğru cavab olacaq 18.